3-5 dəqiqəlik asan hazırlanan alma piroqu ilə yenə qarşınızdayım. İstifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. Əvvəlcə yumurta, şəkər tozu, 1 çimdik duz və vanili mikserlə yaxşı ağarana kimi qarışdırıram. Üzərindən qatıq və bitki yağı əlavə edib qarışdırmağa davam edirəm. Un, qabartma tozunu əlavə etdikdən sonra spatulanın köməyi ilə yenidən qarışdırıram. Ardınca əvvəlcədən soyub doğradığım almaları da əlavə edib qarışdırıram. Diametri 26 sm olan soba listini yağlayıb üzərinə qarışımı əlavə edirəm. 180 dərəcədə qızdırılmış sobada bişirirəm. Və asan hazırlanan, çox dadlı, uşaqdan böyüyə hər kəsin sevə biləcəyi piroq hazırdır. Siz də sınayın, şərhlərdə görüşək. Bu tip videoların davamlı olması üçün kanalıma abunə olmağı, like etməyi, şərh yazmağı unutmayın. Hələlik!